Polşa və Ukrayna arasında tarixi travmalar fonunda gərginləşən münasibətlər rəsmi Varşavanın adımları ilə həssas strateji müstəviyə keçir. Diplomatik qarşıdurmaya baxmayaraq, Varşava Kiyevlə 200-ə yaxın yeni müqavilənin icrasına qərarlıdır. Son günlər yaşanan Ukrayna üsyançı ordusu böhranı və ordenlərin qaytarılması müzakirələri milli mənafeylərimizə ziddir. Mən ucuz daxili siyasi xal qazanmaq üçün gərginliyi artıranların oyununda iştirak etməyəcəyəm. Varşavada və ya Kiyevdə kimi mane olmasından asılı olmayaraq, Qdanskdakı bərpa konfransı baş tutacaq və biz hazırlanan 200-ə yaxın müqaviləni icra edəcəyik. Polşa cəmiyyətində isə Ukraynaya münasibət birmənalı deyil. Xüsusilə tarixin qanlı səhifələri polyak sakinlərinin narazılığına səbəb olur. Volun hadisələrində insanlar amansızcasına qətlə yetiriliblər. İndi isə onların adını hərbi hissəyə verirlər. Bu biabırçılıqdır. Məncə Ukraynalılar Polşanın onlara etdiklərinin dəyərini tam anlamırlar. Qətliam qurbanlarının məzarlarının axtarılması, qalıqlarının üzə çıxarılması həyata keçirilməyənə və bu mövzuda razılıq olmayana qədər münasibətlərin yaxşılaşacağını düşünmürəm. Varşava artıq Ukraynalı qaçqınların pulsuz tibb və sosial müavinət kimi xüsusi imtiyazlarını ləğv edib. Həmçinin hərbi yaşda olan kişilərin geri göndərilməsi mexanizmi masadadır. Zelenskiyə verilən Ali Ağ Qartal ordeninin geri qaytarılması qərarı narazılıq yaratsa da, Ukrayna xalqı polyakları hələ də dost hesab edir. Polşa Volun faciəsinə həssas yanaşır. Ruslardan fərqli olaraq biz bu baş verənləri qürur mənbəyi kimi ön plana çıxarmırıq. Biz yaxşı qonşu olmalıyıq. Müharibənin ilk günlərində polyakların qapılarını üzümüzə açmasına görə onlara çox minnətdaram. Cari böhran Ukrayna prezidenti Volodimir Zelenskinin elitar hərbi hissələrdən birinə 2-ci Dünya müharibəsi dövründə fəaliyyət göstərmiş Ukrayna üsyançı ordusu qəhrəmanları adını verməsi ilə başlayıb. Bu addım Varşavanın kəskin etirazına səbəb olub. Çünki Polşa üsyançı ordusu qəhrəmanlarının 2-ci Dünya müharibəsində 100 mindən çox polyakın kütləvi qətliamında ittiham edir. Bu tarixi travma indi iki müttəfiqin ən böyük strateji sınağıdır.